yolumuz Xankəndiyədir. İlaxır çərşənbəni qeyd etmək üçün sizinlə birlikdə Xankəndiyə yola düşürük. Beş saatlıq yoldan sonra Xankəndidə Rızayevlər ailəsində qonağıq. Bayramı onların hazırda yaşadıkları evdə deyil, bayram azuqəmizi də götürüb uşaqlıq xatirələrinin olduğu dağıdılmış ata ocaqlarında birlikdə keçirəcəyik. Azad Xankəndidə artıq toy bayram qeyd olunur. Rızayevlər ailəsi illər sonra qoyub getmək məcburiyyətində qaldığı ata-baba ocaqlarında İlaxır çərşənbəni qeyd edəcəklər. 30 il əvvəl də təntənəli olurdu bu Xankəndində, Kərgicahanda qorğa qorulurdu, torba atılırdı, bənövşə yığılırdı. Hər məhəllədə, hər evdə çərçənmələr qalanırdı, uşaqlar hurray çalırdı, tullanırdılar. 32 il bundan əvvəl məhəllənin uşaqları yığılırdıq bura, cavanlar, yaşlılar. Əldə düzəltmə tapança düzəldirdik. Tapança atırdı, təkər yığırdıq, gətirirdik, köynə təkərlər yandırırdıq. Bura yüz aşağı buraxırdıq təkərləri maraqlı olmaq üçün. Hər qapıda, hər evdə çərçənmə yandırılırdı. Bu evlə bağlı nə xatirəniz var, Novruz xatirəniz? Bu evdə xatirəmiz çoxdur. Belə çoxdur ki, anam yuxa salırdı, yuxa hazırlayırdı. Axşam tərəfi deyirdi ki, yox, mal ayağı aş dəmlənməlidir. Suyu hazırlayırdı, işdən gəlirdi. Biz də balaca uşaqlarıdıq, aşı dəmləyirdi, hazırlayırdı, stolu bəzəyirdi. Bax, orada deyə yığılan yerdə, ora tamamı yalı idi. Mənim anam Allah bütün ölənlərimizə rəhmət eləsin. Elə da tamamı yalı deyilirdi. Bütün hamımız yığılırdıq orada, çay qoyurduq, smavar qoyurduq, tokka oynayırdıq. Nə deməkdir? Tokkalar elə bir dənə yumru quruq çəkirdik, tokkalar içəri girirdilər, tokka ilə döyürdük. Ayağına vuranda, dəyəndə biz keçirdik içəri, o birilər çıxırdı çölə, tokka ilə birbirimizi döyürdük. Ona deyirdik tokka oyunu. Qapı pusmusunuzmu İlaxır çərçənbə? Əlbəttə, qapı pusurduq. Anamız deyirdi, yaxşı danışın, qapını pusurlar, qoy yaxşı sözlər eşidilsin. 30 yaşında çıxmışam, indi 62 yaşım var. İndi şükür bu günə ki, gəlmişik vətənimizə, elimizə, obamıza. Şükür bu günlərə deyib yığışırıq bayram tonqalının başına. Ağırlığımız, ağrılı günlərimiz bu tonqalda qalsın deyərək sülh içərisində və firavan günlərimizin sonsuz olması arzusu ilə tonqaldan atlanırıq. Hava qaralır, Xankəndinin mərkəzindən çalçağır səsləri eşidilir. Uzun ayrılıqdan sonra bu torpaqlar bayramı əzəli sahibləri ilə birlikdə qeyd edir. Ocaqlarımızın həmişə gür yanması diləyi ilə. Gülçin Cəmil, Mircavid Eminoğlu, Report. Torpağına can demişəm, suyuna mərcan demişəm.